Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Məşhur aktrisa Özgün Amal avtomobil qəzasına düşüb. Türkiyə mətbuatına istinadən xəbər verilir ki, aktrisa 2 uşağı ilə birlikdə bu səhər serialın çəkilişi meydançasına yola düşüb. Namalın sürücüsünü idarə etdiyi avtomobil Beykoz yolunda başqa bir nəqliyyat vasitəsilə toqquşub. Namal və uşaqları xəstəxanaya yerləşdirilib. Quba Xaçmaz yolu, Quba rayonunun Alekseyevka kəndi arasından keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Xəbər verilir ki, toy karvanında hərəkətdə olan Vaz 2107 markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə bir nəfər ölüb, bir nəfər ağır yaralanıb. Xəsarət alan şəxs Quba rayon mərkəzi xəstəxanasına çatdırılıb, hazırda ona tibbi yardım göstərilir. Faktla bağlı araşdırma aparılır.